Şanlı Azərbaycan ordusu 44 günlük vətən müharibəsinin nəticəsi olaraq qazandığı parlaq qələbə ilə tariximizə zəfər salnaməsi yazıb. Bu uğurda neçə-neçə şəhidin adı, izi qalıb. Onlardan biri olan Elvin Məmmədzadə Azərbaycanın haqq savaşının ilk günündən son gününədək döyüş yolu keçib. Vətən qarşısında borcunu şərəflə, canı, qanı bahasına ödəyib. 2019-cu ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin en sayılı hərbi hissəsində leytenant rütbəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-sindən başlayan vətən müharibəsinin ilk günündən ana yurdun müdafiəsinə qalxıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edib. 4 kəndin tarama təmizləmə işləri tapşırılmışdı ona. Tarama təmizləmədə Qubadlının 4 kəndini təmizləyəndən sonra onların göstəriş verildi Şuşa istiqamətində hərəkət edildi. Şuşa istiqamətində hərəkət edəndə bizə zəng elədi, ayın 30 olardı, ya 1 olardı. Dedi ki, daha zəng eləməyin, lazım olsa mən özüm sizə zəng edəcəm. Elə ondan sonra Sarıyataqda döyüşdülər, sonra Daşaltıda böyük güclü döyüşləri oldu, bildiyimə görə, yəni onun iş yoldaşlarının danışdığına görə. Daşaltının alınmasında, Laçın yolunun bəzi hissələrinin tutulmasında Elvinin yüksək xidmətləri olmuşdu. Və mən bu gün də öz oğlumla fəxr edirəm, daima da fəxr edəcəm. Leytenant Elvin Məmmədzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Onun nəşi Samux rayonunda torpağa tapşırılıb. Məmmədzadə Elvini snayperlə vura bildilər. Və həmin gündə axşamına 9-u noyabr günü saat 4-5 radələrində şəhid olub. Qismətində şəhidlik olmaq idi, hansı ki oldu. Və onun əsgərlər qarşısında gözəl bir çıxışı vardı. Bu daima çıxış edirdi ki, qorxmayın. Həmişə həyatda qorxaqlar ölür. Şərəflə ölmək lazımdır. Və eyni zamanda deyir ki, bu müharibədə vətən uğrunda canımızdan keçməliyik. Şərəflə döyüşməliyik və sonda lazım gələrsə şəhid olmalıyıq. Bax, bu söz həmişə onun əsgərlərinin dilində idi ki, daima Elvin bu sözləri təkrar edir. Elvin Məmmədzadə Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Azərbaycan bayrağı ordeni, vətən uğrunda, Füzulinin azad olmasına görə, Qubadlının azad edilməsinə görə, Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilib.